18-ci məsələni əvvəlcə oxuyaq. 18-də deyir ki, 3 oyun zəri eyni zamanda atılır. Bunlardan ikisinin eyni, birinin fərqli düşmə ehtimalını istəyir. 3 oyun zəri eyni anda atılır, ikisi eyni düşsün, biri fərqli. Bu nə deməkdir? Yəni, biri 3 dənə oyun zəridir. Birində tutaq ki, düşmə ehtimalı hər hansı bir üzün 6-da 1-dir. Amma ikincisi bununla eyni düşəcəksə, artıq onun seçim şansı vermirik. Demirik sən 6 dənədən hansını seçərsən. Çünki bu 2 dənə zər, məsələn, tutalım ki, 5 düşdü biri. İkincisi bundan eyni düşmək istəyirsə, ikincisinin seçim şansı yoxdur, 5 düşməlidir. Və üçüncü fərqli bir ədəd düşməli. Məsələn, 3 fərz eləyə belə bir şey demək istəyir. Deməli, siz birinci zərin düşməsini 600-dən 1-i götürürsünüz. Amma ikinci bununla eynidirsə, onun düşməsi 1-dir ehtimalı. Yəni, yəqin hadisədir. Hökmən onunla eyni düşməlidir, onun seçim şansı yoxdur. Fərqli nə ola bilər? Artıq sən 6 dənədən birini seçim eləmişsən. Geriyə neçə düşə bilər? 5 yazmısansa bura axı daha 5 düşə bilməz. Onda deməli sənin seçimin 6 dənədən 5-dən olacaq. Amma indi bir şeyə fikir verin. Məsələn, biri çıxar deyər ki, ay müəllim, sən eyni yazırsan, ola bilməz ki, bəlkə birincisi fərqli bir zər olsun, ikincisi, üçüncüsü eyni olsun. Bəlkə birinci ilə axırıncı düşmədə eyni üzlər olsun, ortadakı fərqli bir zər olsun. Bəs bu yer dəyişmələri də nəzərə almalıyıq axı məsələdə. O zaman nə edirəm? Vururam. 3 dənə elementin yer dəyişməsi əslində 3 faktorialdır. Lakin onun içində 2 dənə təkrarlanan var. Təkrarlanma prosesi gedirsə, bu təkrarlı permutasiyadır və burada siz 2 faktoriala bölməlisiniz. Məsələmizin cavabı bu qədər. Bu da eləyəcək 3, 36-da 15 eləyir ixtisarsız. İxtisar da aparsaq, 3-ə ixtisar aparaq və 12-də 5.